Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə 16 sentyabr müsahibədə ünvanlanmış Azərbaycanla bağlı maraqlı dünya görüşü əks etdirən bir sualdan danışacağam. Deməli, müəllimimiz dedi ki, mənə belə bir sual verdi ki, Azərbaycan hansı təşkilata üzv deyil? Mən burada üzv olduğumuz təşkilatlarda yazmışam, üzv olmadığımız təşkilatlarda. Ola bilər ki, sabah bəlkə üzv olmadığımız təşkilat soruşulacaq. Yadınızda saxlayın. BMT-yə üzvük. BMT o deməkdir ki, Birləşmiş Millətlər Təşkilatı. ATƏT-ə üzvük, yəni Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına üzvük, bununla bərabər MDB-yə, yəni Müstəqil Dövlətlər Birliyinə də üzvük. Çox təşkilat var ki, üzvük. Lakin üzv olmadığımız təşkilatlar içərisində isə NATO-dur ki, biz NATO-ya üzv deyilik, lakin sülh naminli tərəfdaşlıq proqramında iştirak edirik. Bundan başqa kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzv deyilik. Bundan əlavə də qeyd etmişəm, Avropa İttifaqına üzv deyilik. Həmçinin deməli Ümumdünya Ticarət Təşkilatı da var ki, biz ona da üzv deyilik, sadəcə danışıqlar aparılır. Yadınızda saxlayın ki, üzv olduğumuz təşkilatlar hansılardır, üzv olmadığımız təşkilatlar hansılardır. Kanala abunə olun, bəyənin, paylaşın. Hər günün müsahibə suallarını yerləşdirəcəyik. Sağ olun.